Bu sualı abituriyentlərin çoxu səhv edir. Sualda deyilir ki, mərkəzləri perimetri 40 sm olan kvadratın təpə nöqtələrində olan 4 bərabər radiuslu çevrə elə çəkilmişdir ki, mərkəzləri qonşu təpələrdə olan çevrələr bir-birinə toxunurlar. Ştrixlənmiş hissənin sahəsini tapmaq tələb olunur. Perimetri 40 sm olduğu üçün və biz də bilirik ki, çevrələrin radiuslarını R ilə işarə etsək, bu zaman kvadratın tərəfinin 2R olduğunu görürük. Və bilirik ki, perimetri tapmaq üçün tərəfi 4-ə vurmaq lazımdır. Yəni 4 vurulsun 2R bərabərdir 40. Buradan R tapırıq ki, 5-dir. İndi biz bu ştrixlənmiş hissənin sahəsini tapmaq üçün bu kvadrat ki var, bu kvadratın sahəsindən çıxmalıyıq. Yerdə qalan bu dairələr ki var, bunları və bu 4 dənə kiçik dairəni birləşdirsək, daha doğrusu kiçik hissəni birləşdirsək, bir dənə bütöv dairə alarıq. Və həmin dairənin sahəsini bilirik ki, pi r kvadratı düsturu ilə hesablayırıq. Yəni pi r kvadratı bərabərdir 3 vurulsun 25. Bu da edər 75. Bilirik ki, kvadratın sahəsi də tərəfinin kvadratına bərabərdir. Kvadratın da tərəfi s kvadrat yazsaq, kvadratın tərəfi 2r'dir. Yəni 2r'in kvadratı. Bu da edər 4r kvadrat. Yəni 4 vurulsun 25, 100. Buradan da ştrixlənmiş hissəni tapmaq üçün 100-dən çıxarıq 75-i. Bu da edər 25. Deməli, ştrixlənmiş hissənin sahəsi 25 santimetrdir.